BMW F10-un mühərrikindən danışacağım. Deməli, bu BMW F10-un mühərriki restyling mühərrikdir. Biz bunu sıfırdan yığırıq. Sıfırdan yığmamızın səbəbi nədir? Avtomobilin Porsche-ni altdan partlamışdı, Gidroda görmüşdü. Bundan əvvəlki videolarda paylaşmışdım. Və biz bunu restyling Porsche ilə əvəz edirik. Gördüyünüz kimi, böyük ətəkli Porsche ilə əvəz edirik. Sıfırdan bütün hər bir detalın, boltuna, qaykasına qədər təmizləmişik. Tərtəmiz, ideal vəziyyətdə. Cilizə göndərdik, cilizimiz də vuruldu və ehtiyat hissələri hər birisi orijinalla, prokladkalarla əvəz olunacaq. Sepbaşmaq ibislə, yəni orijinal, alt sep, üst sep, bütün hamısı. Görün, videoda düşür, yoxsa yox. Ibis. BMW-nin rəsmi, orijinal firması. Bütün ehtiyat hissələrini orijinallarla əvəz eləyirik və biz bu mühərriki yığacağıq. Ehtiyat hissələrinə bir yerdə bütün gördüyümüz işlərə zəmanət veririk. Kim ki, avtomobilində belə xidmət istəyir, tək heç kim bu mühərriki dağılmasın. Amma tək belə deyək, mühərrik işləri biz görmürük. Yəni, həm elektrik işləri görürük, həm elektronikada təmir işləri görürük, həm çilingər, slesar, motorist işləri görürük. Kim istəsə bizimlə əlaqə saxlaya bilərlər. Nömrəmiz isə profildə qeyd olunub. Təşəkkürlər, izləmədə qalın.